Müğənni Təranə Qumral, xalq artisti Niyaməddin Musayevin qızı Röya Musayevanın polkovnik rütbəli keçmiş vəzifəli olması xəbərlərinə sərt reaksiya verib. Oxu24.com xəbər verir ki, müğənni sosial şəbəkə hesabında canlı yayım açaraq yayılan məlumatlara kəskin münasibət bildirib. Bu necə olur belə? Necə olub ki, sən Fövqəladə Hallar Nazirliyində işləmisən? Mənim qızımın diplomu var, o niyə işləyə bilmir? Mənə də maraqlıdır. Bu sual cavab tələb edir. İstəsəm sonuna qədər gedərəm. Gözün götürmədi Qumralı? O səndən gözəldir, hə? Danışdıqlarını mən də danışaram, Röya. Nə edəcəksiniz? Məhkəməyə verəcəksiniz məni? Öyrəşmisiniz məhkəməyə? Musa hələ cavab verməyib. Musa danışsa görün nələri açıqlayacaq. Kim kiminlə, harada, nə edib? O köhnələrdəndir. Hər şeyi bilir. Röya, bir də mənim adımı çəkmə. Mamaya salam deyərsən, mama çox yaxşı insandır. Hazırda tülkü kimi oturmusan canlıda. Gözləyirsən ki, nəsə deyim, qaçasan məhkəməyə. Bunu görməyəsən, deyə ifaçı bildirib. Qeyd edək ki, Təranə Qumralın qızı, gənc müğənni Qumralın xalq artisti Niyaməddin Musayevin ifa etdiyi mahnını icazəsiz oxuması və xalq artistinin qızı Röya Musayeva tərəfindən ona qadağa qoyulması qalmaqala səbəb olub. Məlumat üçün bildirək ki, Niyaməddin Musayevin qızının Fövqəladə Hallar Nazirliyində polkovnik rütbəsi ilə çalışması barədə xəbəri Oxu24.com saytı yayıb. Daha operativ və maraqlı xəbərlər üçün kanala abunə olmağı, videonu bəyənməyi və mövzu ilə bağlı fikirlərinizi şərhlərdə yazmağı unutmayın.